40 manatdır. Düşünün. Bizdə hələ. O baxımın qiyməti 40 manatdır. Saç kəsimi 10 manat, saç qıranan təmizlənməsi 10-15 manat arası. Görün, o üst-üstə gələndə biz nə qədər deyir? Şey oxşusan, qız insanlıqda oxşusan. Baxım nəyə xeyirli olur, məsələn. Şən saça, bu arada şən saça xeyri var, saç qırana xeyri var. Məsələn, mənim saç qıranım en qədər idi, indi heç biri görsənmir. Biz siz necə? Saç qıran belə çıxıraq. Belə ki, bu yapışdırır, saç qıran görsənmir. Yəni, yox olur. Baxım odur. Yəni, saç qıranı ortadan göstərir, şişkinliyi ortadan göstərir, saçda ekstra düzləşdirir. O zaman ayın axırına kimi maaş alım gələcəm. Gəlməmişdən öncə yazdım, çünki yerlərimiz həqiqətən dolur. Mənim saçım dəhşət zədəldir. Xeyr, təbii ki, xeyr olacaq. Deyirsən? Mənim saçım bərbad gündə idi də. Bayaq necə idi? Saçımı yığmışdım utancımdan. İndi necədir? Salam. Təzə gələnlər, ekran bəyənin zəhmət olmasa. O illər açılana kimi davam etsin də. Əgər istək çox olsa, təbii ki, davam etdirəcəm. Çünki mən müştərilərdən asılıyam. Yəni, müştərilər olmasa, mən nəyə qoyuram bu kampanya? Kəsim də içimdədir bu arada. İçindədir. Dostlar, axırıncı videomu gəlib bəyənə bilərsiniz. Çox xahiş edirəm. Mən sizə bu qədər fürsətlərdən istifadə edirəm. Ziyana da düşürəm. Mən işləyirəm. Siz də mənim videomu bəyənmirsiniz. Saçda şişin nə qədər vaxt yasdırır? Baxın. Onu dəqiq bilmirəm, amma baxımın seanslar olur. Məsələn, maksimum 4 seansdır. Gəldikcə 4-cü seansda görürsə ki, saçın əladır. Hələ bu ilk seansdır mən getdim. İlk seans. İndi gəldim nədən gedir? Heç salonundakı kampanyalardan danışırdıq. Lazer var bəli, full bədən 35 manat. İstəyən olsa gələr. Xayır, çox sağ ol. Qaşdan alması və rəng açılması neçədir? Deyəsəm, ikisi bir yerdə 10 ya da 15 manat belə olmalıdır. Yazarsan da mən. Bəyəndim, təkrar paylaşdım, favoriləri. Ay, çox sağ ol. Saç mezosu yoxdur bizdə, amma onu Şahnaz xanım çox qəşəyir, onun yanına edə bilərsiniz. Şah estetik var ya, mən də oraya edirəm. Saç mezosuna. O da bu arada xeyirlə də, saçım uzanmanı, onu deyim sizə. Buna bax. Qaşın alınması neçədir? 5 manat. Qaşımı da öz salonumda aldırıram. Öz salonumda elətdirirəm, yəni. Qəşəng qaş düzəldir. Bu arada mənim ustalarım ikisi də masterdir, onu da deyim. Çox qəşəng, elə ölçüb, bitib baxırlar da, yəni. Daha çox dalğalı saç yaraşırsan. Ola bilər, o da ola bilər. Amma bu daha qəşəng yaraşır məncə. Bu daha belə bir seyf göstərir. Səhifələri yoxdur, amma mən həqiqət paylaşmamışam. Nəysə. Boş ver, boş. Amma qəşəng alırlar. Mənim qaşımı məsələn həmişə onlar alırlar. Mən heç sadə qaş aldırmıram başqa. Saçımı dostlar, Şahnaz xanımda uzatdım. Şah estetik. Saç mezos elətdirdim. İpi yoxsa getdim, keratin elətdirdim. Keratin də saç uzadırmış. Mən bunu bilmirmişəm. 4 dəfə keratin elətdirmişəm. İpi yoxsa ki, mən baxımları edirəm. Salonumda. O da ki, son nəticə belədir. Buna bu. Özdə yaydı, çox qəşəng görsənər də, aşırı qəşəng görsənər. Mənim saçım da olsa şişdir. Nə düzdür, nə də dalğalı, şişdir. İndi görənəndə necədir də, yəni saçım. Salam dostlar, Xalqlar Dostu metrosunun yaxınlığında 250 nömrə məktəbdə üzbəüz. Kampaniyalar deyim, deməli, dırnaq və saça kampanyamız var. Dırnaqda tipsi, üstə gəl French 15 manat. Yəni mən pes diyorum, başqa da bir şey demiyorum. Keratin dostlar 80 manatdan başlayır. Bu arada çox keyfiyyətli keratin, onu da deyim. Ona uca kampanya qoya bilmirəm, dərman çox bahalıdır. Ondan sonra nə idi? Bilirdi onun üstü. Ondan sonra nə idi? Dırnağı dedim, keçək baxıma. Saç kəsimi, saç qıranların təmizlənməsi, saç baxımı, saç ukladkası, saç uyumu. Bunlar hamısı bir yerdə cəmi 20 manat. Yəni biz bankrot olmuşuq. Keratin bu arada sənin saçına çox yaxşı təsir edir. Yəni istəyən olsa keratinə də yaza bilərsiniz. Çox qəşəng dərmandır, aşırı. Bəli dostlar, bunların hamısı 20 manat. Səhv eşitmədiniz, yox. 20 manat, həqiqətən elədir.
Keratin ziyanlı axı, yox, mən heç bir ziyanı görməmişəm. Mən illərlə keratin istifadə edirəm. O keratin dərmanından asılı ola bilər ki, keyfiyyətsiz olsun. Dostlar, bir də axırıncı videomu bəyənərsinizsə, bir də ekrana da bəyənin burada, 20K olsun. Burada canımda da görsən. Tamam. İnşallah canımda. Salonun Instagram səhifəsi mənim biyomdadır. Amma ancaq dırnaq paylaşmışam. Dostlar, saç aid etsə paylaşmamışam. Həm saçı yağlı göstərir. Yağlı ola bilər, amma yağlı göstərmir keratin. Yəni yalan deyirəm o. Saçın yanında niyə yağlı göstərsin ki? Dostlar, o dərmandan asılıdır, dostlar, o bot çox sayıdiyə üçün. Boyum 1.78 var. Gəlməsi bu arada, dostlar, saç əgər kraskadan sonra quruyursa, saç baxımından mütləq gəlməlisiniz ki, o düzəlsin. Çünki belə mümkün deyil. Tək 105 manatdır lazerdə. Dostlar, axırıncı videomu bəyənin. Çox qəşəng bu video. Niyə heç kim bəyənmir? Tipsi dırnaq 15 manatdır. Saç balyajı, bir dəqiqə, saç balyajı və s. edirlərsənіз də yaxşı usta tapa bilməm. Bəli, eləyirlər, niyə eləmirlər? Dəlisiz. O boyda şey qoymuşam, ora. Maya qoymuşam. Soyuq botoks yoxdur. Təəssüf ki, yoxdur.